Dövlət Təhlükəsizliyi Xidməti Qaxda əməliyyat keçirib. Globalifo Azreporta istinadən məlumat verir ki, əməliyyat vaxtı Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi tutulub. Hazırda onlar Bakıya gətirilir. Əlavə edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin edilmişdi. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişikliklərin təsdiq olunması haqqında Konstitusiya Qanununun layihəsində öz əksini tapıb. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Muxtar Respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sayılmayacaq. Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir. Layihədə həmçinin Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunması nəzərdə tutulur.